Söylediğim kadar gerçekten böyle tədbirləri Rahman deyib çox istemem olsun. Çünkü o söze davet edildi. Ama biz özlüyoruz. Çünkü belki az olur bu tədbirlərin içinde ona göre. Keramet Əmirli hakkında önce təbrik edelim 65 yaşında ve Rahman Bəlbin söhbət edildi. Hürmətli ustadına dedi ki sizin məhəlleden bu qocalık qatarı deyilən, ya qocalık treni, avtobusu deyilən bir şey keçirmir. Dedi, mən vaxtım olmalı qocalmağa. İndi Kəramət Əmrinin əslində vaxtı olmalı qocalmağa. Burada Rahim, ustadın Rahim burada demişəm, xanım Xatın Badırı yoldaşına 1000 kere təşəkkür üçün ki, adamı qoymadı qocalmağa. Adam gör, nə qədər gənc görünür, nə qədər gənc görünür, eşq olsun. Kimsə deməz 65 yaşı var. Bir də Rahim burada bir adamların, arzulan dostların gəlməsindən biraz o konuya da değindi. Doğru deyirsiniz. Mən yadıma düşdüm Məmməd Arazın Daş Haray kitabında rəhmətli ustadımız Məmməd Aslanın ön söz dedi. Orada deyir ki, Məmməd Arazı Sovet hökumət döneminde çok sevmezdi parti hökumət. Çünkü o Oktyabr İnqilablarında elinden yazan kişi değildi. Bunun Sumqayıt'a görüşünü sağlar. Məmməd Aslan da aparıcıdır. Məmməd Əmi kitap çıxmadan önce özü söhbətləmiş Məmməd Aslan. Gəlirlər görüb 5-6 nəfərdir. Krasnoqorov deyildi orada, başka adam yoktu. Məmməd Aslan diye gördük ki, Məmməd Araz biraz pərt olub, qızarıbdı diye dedim ki, gedək, başka bir vaxt gələrik. Adamlar indi bayramdır, gediblər aş yeməyə, pilov yeməyə, qapılara bazar atmağa, həlim içməyə. Deyirlər, yox, burası zorla, 200-300 adamı zorla dolduracaqlar. Amma əslində bu yerin dinləməcənin 6 nəfərdir. Könüllü gələnlərdir. Gözünün yasladığı bu Telefoniya dolu zaman şehir okuyan kimi 6-7 şehir okuduk. Məmməd Hasan Allah rəhmət eləsin gerçəkli kişiydi. Asim Əli burada elərik, qoyulan bir sözlə deyil. Bu 36 parında Rahim Əli'nin evi almışdı. Deməli orada aboy vurmuşdular. Yukarıdan aboy qohbası diye Asim Əli hamımızdan boyda uzundu. Aboyun yukarısına kantı Asim Əli vurdu. Mənə dedi ki, mənə də general vicdansı deyərdi. Dedi çıxartdı pul, dedi arvat yoktu. Onsuz yemək biçirməyə general vicdansı. Al bu pulu oradan Seyran mağazası var. Oradan Napitok'tan filandan köylüler bilir. Algati pul da verir. Yeniden yetim almağa gelendə dedi ki, general vicdansı pul çattı mı? Dedim o vaxtı puluydu. Dedim çattılar bir Məmməddən bir nizamda artıq qaldı. Dedi dədə adına, dedim Abbas Əli. Dedi Abbas Əli artıq qalır. Məmməd artıq qalmır. Rəhmət Məmməd Əli. Məmməd Kəramət Əmrli haqqında Namik oğlum, mənə də 2 şeylə həsil edib Kəramət, mən bunu şeylə həsil edmişəm və Kəramətin kitabı haqqında da öncə illər yazılan bir kitabı haqqında yazının sağ olsun, bu kitaba, bilmem, günahdan baxdı baxın, bu kitabda ən sonunda verilibdir. Kəramət haqqında 2-3 kəlmə verirəm. Dostlar onun haqqında yetərilir ki, söylərdir. Kəramət özüdür, səmimidir. Bir xüsusiyyəti var, Anadolu deyirlər, qırılğandır. Yəni biz deyirik Hüseyin'də elementar bir şeydən küsməyi var. O da onun içindeki uşaq hisletinden, cahana bir başka formada bakmasından ileri gelir. Çünkü gördüğümüz, aşık gördüğüm çağrıda görmüşüm bu deyirik. Ben orada Kəramətin ədəbiyyatını bak bu kitabda. En sonunda açsaz var, Kəramətin ədəbiyyat hakkında fikirlerini demişəm. İmkan dağılında gücüm çatdırsa dostların hamısının kitabı hakkında, şeiriyyat hakkında fikrimi deyirəm. Çünkü mənə görə İllər öncədən demişəm ki, ciddi ədəbiyyat əslində ibadətdir. Hərə bildiyi çəkidə, bildiyi ölçüdə abdest alıb ibadət edir. Amma bir də son dönemlər özüm üçün əxs eləmişəm ki, ərəz deyilən bir şey var. Buna aksidensiya deyirlər, bilənlər bilir. Aksidensiya, yəni o nədir? Aristotel dönemində, məsələn, adamlar o kəramatda xüsusiyyət var, bunu deyil, bir adıma düşür. Adam, məsələn, bir var oluşum, bir de var o var oluşumun yarattığı, olacağı için, o olacağın olması için olacağı yaradan məqamları olmasıdır. Yani bak elimizde bir şey değil, torpaqdır, güneşdir, ağaçdır, var, bunlar bir başa yaranır. Bir de var qeyri bir başa yaranır, bu da kölgədir. Yani kölgənin yaranması için torpağın, ağacın, güneşin olması lazımdır. Aksidensiya deyirlər. Və yaxud da ki, insan bir hadisə başa gəlir, deyir ki, axtarır, alın yazını, qədər filan bəsədən. Kəramətdə bir xüsusiyyət var. Allah qənim rəhmət etsin, dostların çoxları deyil, şahid var,
güzel şey vardı. Yadması deyir ki olacaklar, olacaklar. Doğrudan aksidensiyaymış. Biz o zaman anlamadık o kişinin. Şimdi kerametdə bir aksidensiyası niye dedim? Bazen bir paylaşımda bakırsan ki adam az zaman içinde həmin şeyle şehir forması cevap verir. Bir de bizim elimiz var Arzu Neylanlı. Çok güzel. Onlarda yani insan isteseydi zamanda çok güzel meyhanası olabilirdi. Yani kıvrak yaddaşı var, hafızası var. Bu da böyle.